Evin gəlini olaraq baldızıma necə çistka edirəm, gəlin birlikdə baxaq. İstifadə edəcəyim bütün məhsulları yığıb başlayıram buxar aparatını qoşmağa. İnanırsınız, bu buxar aparatını mən bir aydır gözləyirəm. Buxar aparatında məqsədi odur ki, üzü yumşaltsın və qara nöqtələri genişləndirsin. Baldız olduğu üçün xidmətimizdə əksik etmirik. Belə burun maskasını yapışdırdım. Artıq 20 dəqiqədə burun maskam gözləyirdi. Mən də adətlərimi hər dəfə özümə də istifadə eləyəndə spirta salıram və başlayıram qara nöqtələri təmizləməyə. Təmizlədikdən sonra mütləq betadindən silirəm. Hər hansı bir yara varsa infeksiya keçməsin. İlk maskamı artıq vurdum. Maskam gözləyəndən sonra başlayıram təmizləməyə. Burada Fatimə sizə salam verir öz aləmində. Sonra biraz deyib biləndən sonra ikinci maskama keçirəm. Toniki bəhanə edib dil ağız bağlama duasını etdikdən sonra maskamı vururam. O da 15 dəqiqə keçəndən sonra qurd yağı qatdığım maskalarımı bir-bir baldızımın üzünə çəkməyə çalışıram. Təbii ki, onun bundan xəbəri yoxdur. Mən burada masaj edirəm və ona üfləyib oxuyuram. Məncə yaxşı baldız bizlərin şansıdır. Çünki sənin qüsurlarını, sənin sirlərini qoruyub saxlayır. Ümid edirəm baldızım mənim bu xidmətimdən razı qalmaq məcburiyyətindədir. Bəs sizlər necə? Baldızlarınızla aranız necədir? Rəy bölməsində mənimlə bölüşərsiniz. Hələlik.